Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Əgər bu videoya baxırsınızsa, demək sizi STEM-lə bağlı biliklər və bacarıqlar maraqlandırır. Öyrənmək heç vaxt gec deyil. Amma gəlin görək necə öyrənməliyik və bu proqramda biz sizə nə təqdim edəcəyik. Təcrübələr göstərir ki, hal-hazırda ölkəmizdə çoxlu mütəxəssislər var, STEM mütəxəssisləri var və STEM mütəxəssisləri STEM fəaliyyətinə, yəni əmək mühafizəsi və təhlükəsizliklə bağlı müxtəlif yollarla bu sahəyə gəlirlər. Bəzi təsadüflər nəticəsində, bəziləri təhsil alaraq gəlirlər, bəziləri isə işdə, fəaliyyətdə bu belə deyək, STEM ixtisasını öyrənərək, buna yiyələnərək karyerlarını davam etdirirlər. Amma yenə də bizim bu sahədə belə deyək, ölkəmizdə kifayət qədər boşluqlar var. Həm universitet təhsili müasir tələblərə cavab verməsi baxımından bizi düşündürən suallar var və yaxud da eyni zamanda bizim müəyyən sahələrdə öyrəndiyimiz təcrübələrin daha yaxşı, daha peşəkar bir çərçivəni əhatə etməsi baxımından müəyyən suallarla qarşılaşırıq. Elə ona görə də biz bu proqramı yaratdıq və biz bu proqramı formalaşdırdıq ki, bugün mövcud STEM sahəsində olan mütəxəssis hazırlığı və boşluqları aradan qaldıra bilək. STEM üzrə praktik diplom proqramı bir sıra belə deyək, vacib məqamları özündə əks etdirir. Çünki bu sahədə bildiyimiz kimi bəzi ölkəmizdə fəaliyyət göstərən bəzi təhsil müəssisələrində artıq formal təhsilin bir hissəsi olaraq proqramlar var və mütəxəssislər hazırlanır. Amma bu bizim bütün hal-hazırda olan STEM mütəxəssislərinə və yaxud da STEM mütəxəssislərinə olan ehtiyacı tam şəkildə əhatə etmir. Və ona görə də bu proqramı biz əlavə təhsil proqramı olaraq uzun müddətli bir proqram kimi hazırladıq və bu proqram nəticəsində STEM sahəsində çalışan, ingilis dili bilikləri zəif olan və yaxud da STEM sahəsinə yeni gələn mütəxəssislər üçün və yaxud da STEM sahəsində çalışan, təcrübəsi olan, amma müəyyən bilikləri doğrulamaq ehtiyacı olan mütəxəssislər üçün belə deyək, nəzərdə tutmuşuq. Və ona görə mən sizə öncədən hazırladığım bəzi sualların cavablarını vermək istəyirəm ki, düşünürəm bu kursa qeydiyyat etmək üçün, kursa qoşulmaq üçün sizi bu suallar maraqlandıracaq və siz bu suallara cavab tapmaq istəyəcəksiniz. Ona görə yaxşı olar ki, bu sualları belə deyim, öz mənbəyindən, yəni öyrənəsiniz. Kurs proqramı hazırlayan və onu təqdim edən təlimçilər tərəfindən cavablandırılmasını görəsiniz. İlk sual belədir ki, proqram kimlər üçün nəzərdə tutulub? Artıq qeyd etdim, proqram müxtəlif STEM sahəsində çalışan, ingilis dili bilikləri məhdudiyyəti nəticəsində beynəlxalq səviyyə 3 və yaxud da səviyyə 6 proqramlarına qoşulmaq imkanı olmayanlar üçün nəzərdə tutulub. Və eyni zamanda STEM sahəsində yeni gələn, yəni yeni qədəm qoyan, STEM sahəsində inkişaf etmək istəyən tələbələr, gənclər üçün çox uyğun kursdur. Və eyni zamanda STEM sahəsində çalışan, uzun illərdir təcrübəsi olan, sahə təcrübəsi olan, lakin müəyyən belə deyək, səbəblərdən kvalifikasiya əldə edə bilməyən mütəxəssislər üçün nəzərdə tutulub. Yəni kurs əslində bu proqram olaraq biz planlaşdırmışıq. Bu proqramda biz biliklərlə yanaşı, eyni verilən biliklərin tam şəkildə bacarığa çevrilməsini təmin edə bilək. Yəni bu kurs nəzəri kurs deyil, kurs formatı olaraq. Nəzəriyyə ilə müəyyən qədər nəzəriyyə ilə yanaşı müzakirələr və praktik məşğələlər çox aktualdır. Misal, əgər biz prosedurdan danışırıqsa, STEM prosedurundan danışırıqsa, STEM planından, işin görülmə metodları, yəni metod statementdən danışırıqsa, biz onu praktik şəkildə yerinə yetirəcəyik, qrup məşğələləri şəklində, tapşırıqlar şəklində onları yerinə yetirib və müəyyən nümunələr əsasında biz onları yerinə yetirib mütəxəssislərdə tam bacarıq formalaşmasına, verdiklərin formalaşmasına və ortaya çıxa bilən iş prosesində, fəaliyyət prosesində ortaya çıxa bilən problemlərin həll olunmasına çalışacağıq.
Proqramın əsas məqsədi nədir və iştirakçılar nə əldə edəcəklər? Proqramın əsas məqsədi belə deyim, sənayedə səthən mütəxəssislərinin düzgün formalaşmasına, düzgün istiqamətdə formalaşmasına nail olmaqdır. Və bu da bu sahədə çalışan mütəxəssislərin belə deyim, müxtəlif kurslarla yox, əlavə təhsil proqramı çərçivəsində diplom əldə etməsinə, belə deyək, diplom əldə edərək, yəni bir mütəxəssis kimi sənayeyə qoşulmasına dəstək olmaqdır. Və eyni zamanda, yəni bu nə əldə edəcəklər? Yəni təbii ki, burada ilk öncə bilik və bacarıq bizim əsas prioritetimizdir bu kursda, bu proqramda. Əlavə olaraq isə bilik və bacarıqla yanaşı əlavə təhsil diplomu və beynəlxalq sertifikat verilir və bu proqram tam şəkildə 3-cü səviyyə və yaxud da 6-cı səviyyə hazırlıq xarakteri daşıyır ki, və çox mükəmməl bir baza yaradacaq ki, artıq həm təcrübi yolla, həm də nəzəri cəhətdən 3-cü səviyyə və yaxud da 6-cı səviyyədə davam etmək istəyən mütəxəssislər bu proqramın vasitəsilə, yəni o hazırlığı tam bitirmiş olacaqlar. Yəni mən uzun illərdir, yəni 30 ilə yaxındır bu sahədə demək, səthən və keyfiyyət sahəsində fəaliyyət göstərirəm. Dostlar, tanıyanlar, tələbələr bilir ki, mənim kursa yanaşmam biraz fərqlidir. Yəni mən səthəm kimi bir peşənin, bir ixtisasın nəzəriyyə yolu ilə öyrənməsinin heç vaxt tərəfdarı olmamışam. Yəni nəzəri danışaraq yalnız məlumat vermək olar. Əgər o məlumat da tətbiq olunmayacaqsa müəyyən vaxtdan sonra, təbii ki, hansı kursu keçməyinizdən asılı olmayaraq, hansı proqramı keçməyinizdən asılı olmayaraq, onlar hamısı müəyyən zaman sonra istifadə edilmədikcə yaddan çıxır və unudulur və ona görə bu proqramın əsas özəlliyi onun praktik olmasıdır. Və əldə edəcəyiniz əslində təcrübə olacaq və əldə edəcəyiniz təcrübənin nəticəsində olan kvalifikasiya olacaq ki, nəinki yəni bu kurs və yaxud da sertifikat, nəzəri biliklərin təsdiqi üçün nəzərdə tutulan bir sertifikat proqramı deyil. Eyni zamanda növbəti sual, belə bir sual var. Təlim modulları nələri əhatə edir? Təlim modulları demək olar ki, səthəm sahəsində, təcrübədə, yəni bir səthəm mütəxəssisinə sahədə nələr lazımdırsa, hansı bilik və bacarıqlara ehtiyac varsa, biz onların hamısını əhatə etmişik. Burada proqram tam 3-cü səviyyə və 6-cı səviyyədə əhatə olunan mövzuların demək olar ki, hamısını əhatə edir. Yalnız burada belə deyil, dərinlik və belə deyək, çətinlik səviyyəsi var ki, təbii ki, ilk başlayanlar üçün bu proqram müəyyən qədər çətin görünə bilər, amma praktik məşğələlər olduğuna görə və qarışıq qruplarda təcrübəyə görə, məsələn, müxtəlif sənaye sahələrindən qoşulan qruplarda bir-birindən öyrənmək də yəni belə deyim, yaxşı bir nəticə yaradır və ya göstərir. Burada ən əsas üstün metod odur ki, təcrübədə başqalarına öyrətmək insana daha çox şey öyrədir. Yəni biz burada bir-birimizdən öyrənəcək deyəndə, yəni daha çox bir-birimizə bildiklərimizi, təcrübələrimizi paylaşaraq və qaydaların, düzgün qaydalar çərçivəsində təcrübəni belə deyək, aşılamağa çalışacağıq ki, yəni misal, səthəm üzrə planlaşma necə aparılmalıdır? Səthəm planı necə hazırlanmalıdır? Nəyə nəzərən hazırlanmalıdır? Yəni, hansısa bir şirkətin, lider, öndə gedən bir şirkətin səthəm proqramının kopyalanması yox, fundamental olaraq sıfırdan bir səthəm planın sənaye sahəsinə görə necə hazırlamaq olar? Və s. və ilaxır. Yəni, bu sadəcə bir nümunədir. Yəni, kurs ətraflı, detallı biz bu barədə proqramda danışacağıq və əhatə edəcəyik. Proqramın ümumi öyrənmə saatları, proqram 50 saatlıq proqramdır və üzərində 30 saat, yəni 50 saat belə deyək, təlimçi ilə iş aparılır, təlimçi və iştirakçılar və 30 saat isə ev tapşırıqları var ki, yəni burada ev tapşırıqları qaçılmazdır, çünki ön tapşırıqlar, mövzu öncəsi tapşırıqlar və sonrası tapşırıqlarla biz bilik və təcrübəni daha da dərinləşdirməyə və mükəmməlləşdirməyə çalışırıq. Tədris dili Azərbaycan dilindədir və təbii ki, biz paralel olaraq müəyyən ingilis dilində olan terminlərdən, ingilis dilində olan vacib belə deyək, izahlardan istifadə edəcəyik və təbii ki, onların Azərbaycan dilində tərcüməsinin izahı olunması şərti ilə bu baş verəcək. Təlim belə deyək, qarışıq formatda təqdim olunur. Təlim həm üz-üzə, eyni zamanda müəyyən vaxtlarda isə uyğun gəldiyi təbii ki, vaxtlarda isə onlayn formatda da təqdim oluna bilər.
və iş saatlarına belə deyək, təlimə qoşulmaq istəyənlərin, iştirakçılarının iş yükünü və iş saatlarını nəzərə alaraq bu təlimlər həm gündüz, həm həftə sonu və yaxud da axşam saatlarında da planlaşdırıla bilər. Bu artıq təlim qrupu formalaşdıqdan sonra bu qruplarda artıq biz iştirakçılarla məsləhətləşərək ortaq məxrəcə gəlib təlimi proqramını təyin edəcəyik. Yəni proqram vaxt baxımından həftədə 2 dəfə nəzərdə tutulur. Yəni biz sizə ev tapşırıqlarını həm yerinə yetirməyə, həm də proqramda keçirilənləri həzm edib düşünməyə zaman verməliyik. Yəni ardıcıl bir gün ərzində bütün məlumatları tam şəkildə yükləmək mümkün deyil və bu zaman həm məlumatlar tam mənimsənilə bilmir, eyni zamanda və mənimsənilə bilmədiyinə görə də təbii ki, təcrübəyə keçə bilmir, təcrübəyə keçə bilmədi, tətbiq oluna bilmədiyinə görə də müəyyən vaxtdan sonra yaddan çıxır və əlimizdə sadəcə bir kağız parçası qalır ki, mən filan kursu bitirmişəm, amma yadımda nə qalıb? Heç bir şey. Proqramın sonunda verilən sertifikat təbii ki, sizi maraqlandıracaq. Dediyim kimi, bu TCS əlavə təhsil lisenziyası əsasında fəaliyyət göstərir. Ona görə də bizim əlavə təhsil proqramları tətbiq etməyə və ixtisas artırma proqramları tətbiq etməyə ixtiyarımız var. Və buna görə də biz ilk peşə təhsili olan və yaxud da bura peşə təhsili, orta təhsil, yəni texnikumda, daha doğrusu texnikum təhsili almış və yaxud da ali təhsil, bakalavr pilləsi təhsilin, ali təhsilin bakalavr pilləsi olan mütəxəssislər üçün əlavə təhsil, əlavə ixtisas artırma xarakteri daşıyır. Və eyni zamanda əlavə təhsil diplomu ilə yanaşı siz beynəlxalq sertifikat da əldə etmiş olursunuz. Əgər bu proqramda siz IOSH və yaxud da Sitting Guilds və yaxud da başqa bir proqram beynəlxalq sertifikatınız, yəni proses təhlükəsizliyi, managing safety və yaxud da və s. onlar yoxdursa, bu proqram onların da mövzuları əhatə olunduğuna görə həmin sertifikatları da öz içində belə deyək, əks etdirir və o proqramlar da burada əhatə olunur və beynəlxalq sertifikatlar təqdim edilir. Proqramın yaradılma səbəbi nədir? Mən artıq qeyd etdim, proqram belə deyək, mütəxəssislərin doğru istiqamətdə hazırlanmasını hədəfləyib və STM-i həqiqətən öyrənmək istəyənlərə kömək etmək məqsədini daşıyır. Yəni biz bu gün elə bir iqtisadiyyatda yaşayırıq ki, yəni dünya iqtisadiyyatı belədir ki, yəni təhsil nəyə üzrə, hansı sahə üzrə təhsil almağımızdan asılı olmayaraq həyat bəzən bizi başqa belə deyək, istiqamətlərə yönləndirir və sənayedə biz bəzən görürsünüz, riyaziyyat müəllimi STM mütəxəssisi işləyir və yaxud da biologiya sahəsi üzrə formalaşmış bir mütəxəssis gəlib keyfiyyət üzrə işləyir və s. və ilaxır belə misalları siz də bilirsiniz və bu misallardan çoxlu sayda biz gətirə bilərik ki, yəni çox mütəxəssis öz sahəsi üzrə fəaliyyət göstərmir və bu da o deməkdir ki, artıq alınan biliklər də burada tətbiq oluna bilmir. Yəni biz yeni biliklər əldə etməliyik və yeni təcrübələr, həmin bilikləri təcrübəyə tətbiq edə bilməliyik. Ona görə də bu proqramın əsas məqsədi odur ki, STM sahəsində çalışacaq. Yəni çünki STM çox vacib bir sahədir. Çünki biz insanların sağlamlığı və təhlükəsizliyinin qayğısına qalmağa çalışırıq. Yəni burada bizim səhv etmə şansımız olmamalıdır və bu bizim üçün bir karyera, bir məqsəd, bir pul qazanmaq və yaxud da ki, həyatımızı, dolanışığımızı belə deyək, təmin etməkdən daha üstün bir, müqəddəs bir məqsədə xidmət edir ki, bu da insanların sağlamlığı və təhlükəsizliyidir. Yəni ona görə yaxşı olar ki, bu sahədə fəaliyyət göstərən mütəxəssislər bu məsələnin ciddiyyətini başa düşərək bu məsələyə ciddi yanaşsınlar və bu peşəni həqiqətən öyrənməyə çalışsınlar. Yəni maddiyyat, sosial təminat, bunlar lazımdır, bunlar da bizim üçün vacib məsələlərdir, başa düşüləndir, amma peşənin vacibliyini unutmamalıyıq və peşənin müqəddəsliyini unutmamalıyıq. Hansı boşluqlar və ya tələbatları qarşılamaq məqsədi ilə bu proqram hazırlanıb? Dediyim kimi, boşluqlar əsas STM mütəxəssisləri beynəlxalq proqramlara qoşulma çətinlikləri yaşayır. Xüsusən MVQ proqramlarına qoşulmada çox ciddi problemlər yaşayırıq. Məsələn, hal-hazırda bizim MVQ tələbələrimiz də var. 3-cü səviyyə, 6-cı səviyyə MVQ tələbələrimiz var. Məsələn,
MBQ-yə hazırlaşmaq, çünki MBQ başdan-başa bir praktikadır, başdan-başa bir bacarıq nümayiş etdirmək üçün nəzərdə tutulan bir proqramdır. Yəni hansısa bir 2 həftəlik kurs deyil ki, yəni kitabı götürüm, oxuyum, əzbərləyim, gedim imtahan verim. 2 həftədən sonra da soruşanda ki, filan şey orada necə əhatə olunub və təbii ki, bunun sualın cavabını çoxları artıq unutmuş olurlar, çünki bu təcrübəyə keçməyən bir nəzəriyyədir. Və MBQ-də bu hazırlıq, bu praktik portfolio hazırlanması necə işləməlidir və mən görürəm ki, bizim tələbələrimizin çoxu bu sahədə belə deyək, əziyyət çəkirlər. Çünki portfolio hazırlamağı biz təhsil sistemimiz bizə belə deyək, bizim təhsil sistemimizdə olmayan bir şeydir. Bu bizim təhsildə yeni inteqrasiya olan bir şeydir. Və bu proqramda da həmin boşluğu biz aradan qaldıracağıq ki, biz artıq rahat MBQ proqramına hazır vəziyyətə gəlib çıxardacağıq tələbələrimizi və eyni zamanda dediyim kimi o başqa bir sahədən gəlmiş, başqa bir ixtisasdan biz sətəmə gəlmiş mütəxəssisləri əlavə təhsil diplomu ilə onların ixtisaslarını artıraraq onları sənaye sahələrində işləmək üçün hazır vəziyyətə gətirəcək, bu proqramı gətirməyə hədəfləyir. Bu proqram sahə üzrə yerli və regional bazarda hansı tələblərə cavab verir? Əslində bu proqram 3-cü və 6-cı səviyyənin bazasıdır. Yəni bütün beynəlxalq tələblərə cavab verir, beynəlxalq və yerli tələblər əsasında hazırlanır. Yerli qanunvericilik bizim üçün həmişə vacibdir, çünki biz yaşadığımız ölkənin qanunlarına riayət etməliyik və təbii ki, mütəxəssislər yaxşı olarsa bu qanunvericilik belə deyək, tələblərinin də inkişaf etməsinə səbəb ola bilər. Və burada eyni zamanda beynəlxalq təcrübə də öyrəniləcək ki, beynəlxalq təcrübə bizə inkişaf etmiş ölkələrin təcrübələri bizə mövcud vəziyyətimizin inkişafına kömək edə bilər. Proqramın hazırlanması zamanı hansı mütəxəssislərlə və ya standartlarla məsləhətləşmələr aparılıb? Proqramın hazırlanması əsas mən və əməkdaşımız Eşad Abdullayev tərəfindən aparılıb ki, yəni o hal-hazırda 3-cü səviyyə bitirib və 6-cı səviyyəni belə deyək, bitirmək üzrədir və illərdir səthən və keyfiyyət sahəsində fəaliyyət göstərir. AYOŞ-un üzvüdür, tək üzvüdür. Eyni zamanda mən bu proqramın hazırlanmasında yaxından iştirak etmişəm. AYOŞ-un charter üzvüyəm, Fellow Risk Management İnstitutunun Fellow üzvüyəm və eyni zamanda təcrübə 30 ilə yaxındır bu sahədə fəaliyyət göstərirəm və təhsilim, magistr təhsilimi Britaniyada əmək mühafizəsi idarə etməsi və əmək mühafizəsi və ətraf mühitin idarə edilməsi üzrə bitirmişəm. Yəni biz 2 mütəxəssis və digər sahə üzrə mütəxəssislərin fikrini alaraq, yəni bu proqramı eyni zamanda AYOŞ-la məsləhətləşərək, çünki 0 səviyyədən 3-cü səviyyə arasında böyük bir boşluq var. Yəni xırda kurslarla biz bu boşluğu tam qapata bilmirik və ona görə də bugün biz peşəkar əmək bazarında, yəni istər Azərbaycanda, istər Azərbaycandan kənarda əmək bazarında biz işləmək istəyiriksə, biz buna belə deyək, hazır olmalıyıq. Yəni səriştəli olmalıyıq. Yəni səriştəlilik də tam olaraq bütün komponentləri, kiçik həcmli kurs proqramları bütün komponentləri təəssüf ki, əhatə etmir. Başqa bir sual da budur ki, proqram hansı materialları təmin edəcək? Yəni biz dedik ki, kurs Azərbaycan dilində tədris olunur və ingilis dilində bəzi biz terminlərə biz toxunacağıq. Proqram təbii ki, biz dərslərin keçirilməsi, ümumiyyətlə təqdimatlar, yəni prezentasiyalar, formalar, standart 45001 standartı ilə bağlı Azərbaycan dilində 45001 standartında tərcümə olunmuş belə deyək, məlumat kitabçası və eyni zamanda bizim hazırladığımız, yəni belə bir dərsliyimiz var ki, yəni bu həm 1-ci səviyyə və 2-ci səviyyə burada əhatə olunur. Yəni bu Azərbaycan dilində olan bir dərslikdir ki, bu proqramda sizi əlavə belə deyək, məlumatların alınması üçün təqdim olunacaq ki, yəni biz eyni zamanda formalar, blanklar, belə deyim, hazır praktik məşğələlərin yerinə yetirilməsi üçün şablonlar və eyni zamanda təqdimatlarla yanaşı qeyd etdiyim bu kitabı sizin istifadənizə verəcəyik. Bitirdikdən sonra iş tapmaq şansım artırmı? Bəli, artıq sizin əlavə təhsil diplomunuz olacaq və
siz 3-cü və 6-cı səviyyəyə hazır vəziyyətə gələcəksiniz və sizin artıq təcrübəniz olacaq. Sizə intervyuda verilən sualları doğru və düzgün şəkildə cavablandırmağı biləcəksiniz. Çünki artıq siz nəzəri cəhətdən məlumatlandığınız kimi eyni zamanda müəyyən bacarıqlara belə deyək, əldə edəcəksiniz və iş yerində SƏTƏM-in qarşılaşacağı problemlər və onların həll olunması istiqamətində bacarığınız olacağına görə artıq sizə hansısa bir müəssisədə fəaliyyət göstərmək rahat olacaq və yaxud da intervyulardan keçmək və yaxud da iş tapmaq, əmək bazarında öz yerinizi tapmağa kömək olacaq. SƏTƏM sahəsində işləmişəm, yenə də bu kursu keçə bilərəm. Əlbəttə, təcrübəsi olan və yaxud da olmayan, sıfırdan başlayan və yaxud da artıq müəyyən bir pillədə olan, yəni 3-cü səviyyənin altında olan hər kəs bu proqramı bitirə bilər, bu proqrama qoşula bilər və mən şəxsən bugünə qədər rastlaşdığım ən çox bir statistik məlumat var. Bu sırf təcrübəmizdən toplanan bir statistikadır. Biz artıq 1000 nəfərin üzərində IOSH Managing Safely kursu keçmişik Azərbaycanda. Yəni IOSH Managing Safely kursuna gələn mütəxəssislərin 99%-i SƏTƏM mütəxəssisləridir. IOSH bu kursu əslində idarə edicilər üçün, rəhbər şəxslər üçün nəzərdə tutub ki, yəni SƏTƏM-i necə idarə etmək olar, düzgün necə idarə etmək lazımdır. Amma bizdə rəhbər şəxslər yox, bu kursa SƏTƏM mütəxəssisləri gəlir. Çünki 3-cü səviyyəni, belə deyək, 3-cü səviyyə tam cavab hazır olmayan mütəxəssislər bu IOSH Managing Safely proqramı ilə bu boşluğu doldurmağa çalışırlar. Yeri gəlmişkən deyim ki, IOSH Managing Safely, Process Safety və digər kurslar, komponentlər bu əslində proqramın içərisində yer alır. Yəni bu Managing Safety-dən qat-qat dərin və geniş bir proqramdır ki, bu da sizin mənə elə gəlir ki, peşəkar olaraq hazırlanmağınıza çox böyük töhfə verəcək. Proqram praktiki təlimlər də əhatə edir, yoxsa yalnız nəzəri? Təbii ki, mən buna cavab verdim. Proqram tam belə deyək, nəzəri biliklərin tətbiq olunması istiqamətində hazırlanır. Yəni biz hansısa bir nəzəri bilikdən danışırıqsa, məlumatdan danışırıqsa, deyək ki, riskin qiymətləndirilməsi, təhlükələrin müəyyən olunması və yaxud da SƏTƏM mədəniyyətinin formalaşdırılması, bunun tətbiqi metodları var. Bunun hansı modellərdən, hansı belə deyək, formalarda aparılmalıdır və bunlar təcrübədə kurs işləri və yaxud təcrübə işləri ilə bunlar tədris olunacaq. Yəni bu da proqramın demək olar ki, tam şəkildə praktik olmasını göz önünə qoyur. Kursun sonunda imtahan və qiymətləndirmə olacaqmı? Bəli, imtahan hər kursun gedişatı zamanı praktik qiymətləndirmə daimi şəkildə olacaq. Yəni aktiv iştirak, bütün tapşırıqların yerinə yetirilməsi vacibdir. Yəni olur kurslarda da məsələn dəfələrlə rastlaşmışıq. Kursa qoşulan mütəxəssislər müəyyən işim çıxdı və yaxud da ki, bugün gələ bilməyəcəm və yaxud da ki, mən bunu bilirəm, biz bunu işdə tətbiq edirik filan kimi müxtəlif bəhanələrlə biz təlimçilər üzləşirik. Amma bu kursda 100% praktik, yəni bilməmək ayıb deyil. Biz bu kursda proqramı ona görə yaratmışıq ki, biz öyrənək və bacarıqlarımızı inkişaf etdirək. Yəni əgər, amma yalnız bir şərtlə, yəni biz bu kursa qoşuluruqsa tam şəkildə qoşulub, tam şəkildə aktiv iştirak etməliyik. Yəni praktik qiymətləndirmə, praktik davranış və praktik aktivlik olaraq qiymətləndirilir və eyni zamanda nəzəri biliklər bağlı müəyyən hissələrdə suallar və əlavə belə deyək, sonda isə imtahan nəzərdə tutulub və praktik tapşırıq nəzərdə tutulur ki, biz bu proqramın uğurla bitməsi üçün bunlar vacibdir. Təlimə qatıldıqdan sonra əlavə dəstək və ya mentorluq imkanları olacaqmı? Bəli, bizim mentorluq proqramlarımız var. Biz suallar bizə yönləndirilir, yəni iş prosesində. Təbii ki, fiziki cəhətdən bütün zənglərə cavab vermək və zəng şəklində bunları cavablandırmaq mümkün deyil. WhatsApp xəttimiz var, RMP qrupda və yaxud da TCS-də e-mail vasitəsilə və yaxud da WhatsApp vasitəsilə suallarınızı yönləndirib suallara cavab alıb və yaxud da istiqamətlənmək və yaxud da ki, hansısa əlavə bir şeyi öyrənməkdə çətinliyiniz və yaxud da təcrübəyə ehtiyacınız yarandığı halda təbii ki, biz sizə dəstək olmağa davam edəcəyik. Yəni əslində kurs haqqında, belə deyək, proqram haqqında bu qədər. Proqram çox aktual və vacib bir proqramdır. SƏTƏM mütəxəssislərini bu proqrama qoşulmağa dəvət edirəm və bu proqram sizə nəinki ölkəmizdə, eləcə də beynəlxalq belə deyək, səviyyədə karyera qazanmağa
karyer qazanmaq üçün əla bir şansdır. Yəni ingilis dilini bilmirəm və yaxud da vaxtım yoxdur kimi bəhanələr əslində bu proqram bütün məsələləri, bütün sualları kökündən həll edir. Çox sağ olun. Yenə də əlavə suallarınız olsa biz sizi cavablandırmağa hazırıq.